Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Həzrəti Peyğəmbər salavatullah belə buyurmuşdur. Sizlərdən hər hansı biriniz Allahla danışmaq istəyirsə, Qur'an oxusun. Salamlayırıq əziz Qur'an sevərləri. Dəyərli izləyiciləri, bilirsiniz ki, Ramazan ayının bərəkətli günləridir. Allah bu ayda hər birimizə Qur'an oxumağı nəsib eləsin və oxunan Qur'anları, edilən ibadətləri Allah qəbul eləsin. Bugünkü dərsimiz, biz bundan əvvəlki dərsdə təshili demişdik. Təshilə aid digər oradakı nümunələr də artıq Qur'an-ı Kərimdə göstərilib. Yəni, belə demək düzgünsə, artıq bir kəlmə kimi o qayda olaraq qoyulubdur. Yəni, oxunuş zamanı onu siz qarşınıza çıxacaq. Yəni, biz orada inşallah ki, ə'cəmiyyun sözünü biz orada göstərmişdik. Digər kəlmələr isə artıq ayrılmayıbdır. Bir kəlmə şəklində birləşilib və Qur'an-ı Kərimdə göstərilibdir. Biz Allahın izni ilə keçirik bu dərs qəlqələ hərflərini. Yəni, Qur'anda qarşınıza çıxsa, həmin o təshilə aid dediyim o digər nümunələr, o fərqləndirilməyəcək. Çünki artıq o, necə deyərlər, oxunuş baxımından digər kəlmələrlə eynidir. Əlavə ona izah, yəni ehtiyac deyil. Məsəl üçün, ə'cəmiyyun kəlməsi kimi. Yəni, bunu vurğulamaq istəyirdim. Demək, qəlqələ hərfləri. Qəlqələ hərfləri, baxın, qəlqələ sözün tərcüməsi silkələmək, titrətmək mənasını verir. İndi görək bu hərflər hansı hərflərdir? Təcvid elmində isə qüvvətli bir səs eşidilincəyə qədər hərfin məxrəcini titrətməkdir. Baxın, hərfin məxrəci titrədiləcək. Allahın izni ilə oxuduğumuz zaman diqqət edəcəksiniz. Qəlqələ hərfləri 5 ədəddir. Hansılardır? Baxın, burada bir qeyd eləmişəm. Qaf, ta, bə, də, bir də cim. İndi diqqət edin, ola bilər ki, yadınızdan çıxar. Ona görə baxın, bu kəlmə, bu söz. Bu söz həmin hərflər yığılıbdır bir yerə. Bu sözü əzbərləsəniz, qutbicəd. Qutbicəd. Baxın, bu kəlməni əzbərləsəniz, bu kəlmənin içərisindəki, baxın, hərflərin hər biri, bu həmin o 5 dənə hərfdir. Birləşdirilibdir bir kəlməyə. Yadınızda daha yaxşı qalması üçün. Allahın izni ilə bu sözü əzbərləyərsiniz inşallah. Qutbicəd. İndi görək, qəlqələ hərfləri, baxın, sükunlu. Bizim yəni, bu dərsdə əsas məqsəd bu həmin bu hərflərin sükunlu gəlməyidir. Yəni, bir sözlə sükun işarəsi. Sükun işarəsi. Baxın, sükunlu gəldikdə iki yerə bölünür. Vəsil halında, yəni qəlqələ hərfləri sözün ortasında, sükunlu halda, yəni sakin halda gəldikdə açıq olur. İndi oxuyacağıq, diqqət edəcəksiniz ki, necə oxunur. Və ikincisi də ki, vəqf halındadır, yəni sözün sonundakı hərf. Həmin bu qəlqələ hərfi olanda nə olur ki, biz dayanırıq da o zaman. O zaman dayananda necə oxunur? Yəni, ikisində də demək olar ki, qaydada elə bir fərqlilik yoxdur. Oxuduğumuz zaman diqqət edirsiniz. Baxın, qəlqələ hərfidir və ona sükun gəlibdir. Baxın, liyəcziyəhum. Biz burada, yəni onu dayanıb, dediyim kimi, əlavə səs vermədən keçmiyor mu? Baxın, liyəcziyəhum. Bu şəkildə olmaz. Deyəcəyik ki, liyəcziyəhum. Liyəcziyəhum. Yəni, elə bir ki, ayna kimi həmin o cim hərfi dala qayıdır. Bu, açıq şəkildə oxunuşdur. Baxın, həsibtum. Həsibtum. Diqqət elədiniz. Həsibtum. Sonra diqqət edin. Yədxulunə. Yədxulunə. Yəni, biz burada onu bu şəkildə oxuya bilmərik. Yədxulunə. Yəni, elə yox. Çünki o, qəlqələ hərfidir deyə, sükunlu gəlib deyə, elə bir ki, necə deyərlər, titriyir da, məxrəci titriyir. Ayna kimi elə bir qayıdır. Yədxulunə. Diqqət elədiniz. Yədxulunə. İndi keçirik Allahın izni ikinci hissəyə. Vəqf halında. Vəqf halında oxuyanda sözün sonundakı hərf olduğu zaman, baxın, daha da açıq oxunur. Burada oxuduq açıq şəkildə, burada isə daha açıq oxunacaq. İndi baxın, burada necə oldu? Yədxulunə. Yədxulunə. Bilirsiniz ki, baxın, uzatması var. Xulunə. Əsas biz qəlqələ hərfinə diqqət edirik. İndi kəlmənin sonunda gəlib həmin o dəl. Vələm
Yulad. Oxuduğumuz zaman diqqət edin. Və ləm yulad. Yulad. Bu şəkildə oxusaq düzgün deyil. Demək, İxlas surəsində var axı, bu kəlmə baxın. Və ləm yulad. Və ləm yulad. Yulad. Elə bir ki, demək, məxrəc titriyir və həmin o dəl hərfi qayıdır təkrarən, elə bir aynə kimi. Baxın. Və ləm yulad. Qaytarır və diqqət eləmək lazımdır ki, orada o dəlidir ki, deyil ya d. Həmin o dediyimiz zaman ora əlavə hərflər verməyək. Məsələn, ı ilə uzatmayaq, ı səsini bildirməsin. Və ləm yulad. D. Sonra baxın, qaf hərfidir. Şəddəli şəkildə, baxın, şəddə gəlib, şəddə işarəsidir, yəni qoşa. O zaman biz orada dayananda necə olur? Sükun olur. Yəni, sükunlu işarə olur və o zaman oxuduğumuz zaman daha çox titriyəcək. Çünki qoşa gəlib. Baxın. Əl-haqq. Əl-haqq. Haqq. Əl-haqq. Biz yəni orada dayanıb bu şəkildə deyənmərik də. Əl-haqq. Haqq yox. Yəni orada oxuduğumuz zaman titrəməlidir. Əl-haqq. Əl-haqq. Bu şəkildə. Əl-haqq. Sonra B hərfi. B hərfini indi oxuyuruq. Əs. Baxın, diqqət edin. Əs-səqib. Yəni, buradakı B hərfindəki, baxın, bu hərəkə ki var. O hərəkə necə olur? O hərəkə sükunlu olur. Yəni, diqqət edirsiniz, bunların sonunda biz əsasən dayanırıq deyə həmin bu hərfin hərəkəsi sükun işarəsi ilə əvəzlənəcək. Baxın, burada biz oxuduq, əl-haqqudur, əl-haqqu. Lakin kəlmənin sonunda biz dayandığımız zaman necə oldu? Əl-haqq. Sonra B hərfində baxın, əs-səqib, əs-səqib, qib, əs-səqib. Baxın, əs-səqibudur. O zaman əgər biz bunu hərəkəli oxusaq, orada qəlqələ xüsusiyyəti yaranmayacaq. Sükunlu olmalıdır. Dayanırıq deyə sükun yaranır. Əs-səqib. Əs-səqib. Yəni, bu qaydanın da inşallah ki, izahını verə bildik ki, yəni qəlqələ hərfləri gələndə, sükunlu şəkildə gələndə, onun məxrəci titriyir. Diqqət elədinizdə, vələm yulad. 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 Bu şəkildə. Sonra əl-haqq. Əl-haqq. Əcc. Əcc. Sonra cimdə olur. Liyəcc. Sonra hasib. Hasibtum. Hasibtum. Və qutbicət. Baxın, həmin o 5 hərfdən ibarət idi. Allahdan hər birinizə müvəffəqiyyət və zehn açılığı arzu edirik. Vəssalamu aleykum və rəhmətullah.